Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən daha 130 imtiyazlı şəxs sanatoriya kurort mərkəzinə göndərilib. Onlar şəhid ailəsi üzvləri və əlilliyi olan şəxslərdir. Yollayışla təmin olunanlar Dustaq Estate sanatoriyasında bərpa müalicə kursu keçəcəklər. Biz övladlarımızla birlikdə sanatoriya istirahət mərkəzinə gedirik. Müraciət etdim Dost Agentliyinə, cavab gəldi, tezliklə cavab göndərdilər və nəhayət ki, bugün yola düşürük. Duzdağına ilk dəfədir gedirəm. Biraz nəfəs darlığım var, bronxlarımda problem olduğu üçün məni oraya dəvət ediblər. Minnətdarıq, çox sağ olun bizə göstərdiyiniz diqqətə görə. Ərizə ilə müraciət eləmişdim Mingəçevir şəhər Sosial Xidmətlər Agentliyinə və növbəli şəkildə növbəm çatıb. Heç gözləmədiyim bir vaxtda mənə zəng eləyiblər ki, növbəniz çatıb, müalicə üçün getmək istəyirsinizsə, mən də minnətdarlığımı bildirib, təşəkkür eləyib, putyovkamı götürmüşəm və müalicəyə gedirəm. Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi tərəfindən postmüharibə dövründə 13.800-dən çox imtiyazlı şəxs sanatoriya, kurort və müalicə mərkəzlərinə yola salınıb. Onlardan 1165 nəfəri şəhid ailələrinin üzvləridir.